Salam, hər vaxtınız xeyir. Bu da bizim 6-cı dərsimiz. Amma yeni sözlərə keçmədən öncə gəlin bir neçə cümlə tərcümə edək. Məsələn, mən hər gün kitab oxuyuram. Olduqca asan bir cümlədir və cümlə sırasında bilirik. Deməli, birinci, mən oxuyuram yazmalıyıq. I read, ondan sonra kitab, a book, ondan sonra da hər gün, every day. Bir də demişdik ki, every day sözünü cümlənin əvvəlində də deyə bilərik. Yəni, every day I read a book. İndi bu cümləni belə rahatlıqla tərcümə edə bildiksə, gəlin burada biraz dəyişiklik edək. Yəni, mən sözünü deməyək, cümləmiz olsun, hər gün kitab oxuyuram. İndi bu cümləni necə tərcümə edirik? Gördüyünüz kimi artıq bu cümlənin şəxsi mübtədası yoxdur. Amma feilin sonunda bizə mübtədanın şəxsin kim olduğunu bildirən am əm şəkilçisi var. Yəni, biz burada am şəkilçisini görəndə bilirik ki, söhbət məndən gedir. Yəni, kitabı oxuyan mənəm. Və ingilis dilində belə bir şəkilçi olmadığı üçün biz Azərbaycan dilində şəxs əvəzliyini işlətmədiyimiz halda ingilis dilində mütləq işlədirik. Yəni, burada mən sözünü görməsək də, tərcümə edəndə mən sözünü yazırıq. Ona görə yenə cümləmiz olacaq, mən oxuyuram, I read, ondan sonra yenə kitab, a book, sonra da hər gün, every day. Deməli, əzizlərim, əgər cümlədə şəxs verilməyibsə, onda heç özümüzü qorxutmuruq, o şəxsi özümüz cümləyə əlavə edirik. Şəxsi də tapmaq bizim üçün olduqca asandır, çünki oxuyuram deyiriksə, deməli, bilirik ki, mən oxuyuramdır. Əgər olsaydı, hər gün kitab oxuyursan, onda burada feilin sonundakı san şəkilçisini görəndə bilirik ki, kitabı oxuyan sənsən. Yəni, sən hər gün kitab oxuyursan. Onda artıq biz burada I yox, you işlədirik. Yəni cümlə olur, you read a book every day. Və yaxud da hər gün kitab oxuyur. Artıq oxuyur deyiriksə, deməli olacaq o kitab oxuyur. Yəni ya he deyirik ya da she. Və şəxsimiz he ya da she olsa, onda feilin sonuna s artırmağı yaddan çıxartmırıq. Deməli, hər gün kitab oxuyur cümləsini ya he reads a book every day və yaxud da she reads a book every day olaraq tərcümə edirik. Yox, əgər desək, hər gün kitab oxuyurlar. Onda feilin sonundakı lar şəkilçisini görüb bilirik ki, onlar kitab oxuyurlar. Deməli, artıq burada he, she yox, they işlədirik və az öncə feilin sonuna əlavə etdiyimiz bu s-nı işlətmirik. Çünki mübtədamız I, you, we, they olsa, feilin sonuna heç bir şəkilçi əlavə olunmur. Əgər he, she, it olsa, onda feilin sonuna ya s ya da s əlavə olunur. İndi gəlin bir dənə də axşamlar çay içirik cümləsini tərcümə edək və keçək yeni dərsimizə. Gördüyünüz kimi burada da mübtəda verilməyib, yəni şəxsimiz yoxdur. Burada baxırıq feilə. Deyir içirik, yəni biz içirik. We drink, ondan sonra çay, tea, axşamlar, in the evenings. Deməli, axşamlar çay içirik, olur. We drink tea in the evenings. İndi keçək yeni sözlərə. İlk sözümüz oyanmaq. Yazanda belə yazırıq, deyəndə isə to wake up deyirik. To wake up. Digər sözümüz oyanıb yataqdan qalxmaq. Yazanda belə yazırıq, deyəndə isə to get up deyirik. To get up. Və bu sözlərin hər ikisi cümlədə oyanmaq kimi işlənir. Sadəcə fərq ondadır ki, bu söz yuxudan oyanmaqdır. Məsələn, telefon zəng çalır və siz oyanırsınız. Bax, həmin oyanmaq sözü olur wake up. Amma digər sözümüz yuxudan oyanmaq yox, yerimizdən qalxmaq mənasında işlənir. Yəni, oyanmışıq, sonra yerimizdən qalxırıq. Bax, yerimizdən qalxmağımız olur get up. İndi keçək digər feilimizə. Başlamaq. Yazanda belə yazırıq, deyəndə isə to start deyirik. To start. Yəni, A-R hərf birləşməsini uzun A kimi tələffüz edirik. Və sonuncu feilimiz bitirmək. Yazanda belə yazırıq, deyəndə isə to finish deyirik. To finish. Yəni, burada gördüyünüz S-H hərf birləşməsini yenə Ş kimi tələffüz edirik. İndi gəlin həmişəki kimi öyrəndiyimiz feillərlə iki sözdən ibarət cümlələr quraq. Yəni, deyək, mən oyanıram. I wake up. Sən oyanırsan, you wake up. Biz oyanırıq, we wake up. Onlar oyanır, they wake up. Amma desək o oyanır, olacaq. He wakes up, she wakes up, it wakes up. Yəni
He, she, itdə feilin sonuna s əlavə edirik və burada s-nı wake sözünə əlavə edirik, up sözünə yox. Sonra keçək get up sözünə. Yenə mən oyanıram, mən yataqdan qalxıram demək istəsək olur. I get up. Sən desək you get up. Siz desək yenə də you get up. Biz yataqdan qalxırıq və yaxud da biz oyanırıq olur. We get up. Onlar they get up. Və o sözü ilə desək yenə də he gets up, she gets up, it gets up. Və burada da yenə s-nı get sözünə əlavə edirik, up-a yox. İndi vaxtımız çox getməsin deyə digər feillərin işlənməsini bir-bir demirəm, amma burada qeyd etmişəm, videonu dayandırıb özünüz bir-bir baxıb oxuya bilərsiniz. Sadəcə burada bir dənə diqqətli olun, finish sözünün sonu s-h hərf birləşməsi ilə bitib. Ona görə də biz bu feilə s yox, s əlavə edirik. Yəni he, she, itdə finish sözü bu şəkildə yazılır. Deyəndə isə he finishes, she finishes, it finishes olur. İndi bu iki sözdən ibarət olan cümlələrimizi biraz da böyütmək üçün gəlin yeni sözlər öyrənək. Məsələn, birinci sözümüz tez, erkən. Yazanda belə yazırıq, deyəndə isə early deyirik, early. Yəni gördüyünüz bu üç hərfin birləşməsini sadəcə uzun ö kimi tələffüz edirik. Və bu birləşməni yadınıza gəlirsə, öyrənmək sözündə də görmüşdük. Və orada da uzun ö kimi tələffüz edirdik. Və sözün sonundakı y hərfini isə sadəcə i kimi tələffüz edirik. Tez, erkən olur early. İndi desək, o tez oyanır. Kişi cinsində olacaq. He wakes up early. Yəni birinci deyirik, o oyanır, ondan sonra da tez, early. Digər sözümüz gec. Yazanda belə yazırıq, deyəndə isə late deyirik, late. Məsələn desək, mən gec oyanıram. Olacaq, I get up late və yaxud da I wake up late. Digər sözümüz çox. Yazanda belə yazırıq, deyəndə isə very deyirik, very. İndi əgər demək istəsək çox tez olur very early, çox gec, very late. Məsələn desək, biz çox gec oyanırıq. Olacaq we wake up very late. Əgər gec yox, tez desək olur we wake up very early. Yəni late yox, early. Digər sözümüz isə belə yazılır. Deyəndə so deyirik, so. Tərcüməsi isə elə, belə, çox və yaxud da həddindən artıq deməkdir. Yəni elə tez, çox tez demək istəsək olur so early. Və yaxud da elə gec, çox gec demək istəsək olur so late. Yəni az öncə biz çox tez oyanırıq cümləsindəki very sözünü so ilə əvəz edə bilərik. Yəni deyə bilərik we wake up so early. Amma biz burada so işlədəndə bu sadəcə çox tez yox, daha da tez oyanmaq kimi başa düşülür. Yəni çox sözündən bir pillə artıq olur. Və bu so həm də cümlədə bağlayıcı kimi işlənir. Və tərcüməsi də olur ona görə də. Məsələn deyək, mən səhərlər məktəbə gedirəm, ona görə də tez oyanıram. Bilirəm cümlə uzun görünür, amma birinci dərsdən məni izləyirsinizsə bu cümləni rahatlıqla tərcümə edə bilərsiniz. İndi gəlin birinci mən səhərlər məktəbə gedirəm cümləsini tərcümə edək. Olur, I go to school in the mornings. Yəni ardıcıllığımız belə olur. Mən gedirəm, sonra məktəbə, sonra da səhərlər. Bu cümləni tərcümə etdik, indi gəlirik ona görə də sözünə. Bu ona görə də olur so. Ondan sonra keçirik digər cümləyə. Tez oyanıram. Baxın burada feilin sonunda gördüyümüz am bizə bildirir ki, mən oyanıram. Ona görə də yazırıq I get up, ondan sonra da tez, yəni early. Deməli, mən səhərlər məktəbə gedirəm, ona görə də tez oyanıram cümləsini deyirik. I go to school in the mornings, so I get up early. Və yaxud da I wake up early. Yəni burada həm wake up, həm də get up deyə bilərsiniz. O kadar kolaymış demek ha? Deməli əzizlərim, belə bir cümlədə bizi çaşdıra biləcək tək şey ona görə də bağlayıcısından sonra gələn bu cümlədə şəxsin olmamasıdır. Amma şəxs olmasa da dedik ki, feilin sonuna baxıb bilə bilərik ki, kimdən söhbət gedir. Və burada da heç əslində buna baxmağa da ehtiyac yoxdur, çünki əvvəldə kimdən söhbət getdiyini bilirik. Ona görə də burada artıq düşünməyə ehtiyac yoxdur ki, hansı şəxsdir. Elə yazırıq I, sonra wake up və yaxud da get up, ondan sonra da tez, early. Digər sözümüz çarpayı. Yazılış və deyiliş eynidir. Yəni bed yazılır, bed deyilir.
Və bu sözlə biz go to bed ifadəsini işlədə bilirik. Go to bed. Bu, yatmaq və yaxud da yatmağa getmək deməkdir. Gəlin indi cümlədə işlədək. I go to bed. Mən yatmağa gedirəm. He goes to bed. O yatmağa gedir. Və istəsək burada yeni öyrəndiyimiz gec və tez sözlərini də əlavə edə bilərik. Məsələn, mən yatmağa tez gedirəm. Olacaq I go to bed early. Və yaxud da o yatmağa tez gedir. He goes to bed early. Burada gec də deyə bilərik. Onda olur I go to bed late və yaxud da he goes to bed late. Deməli burada go to bed olur yatmağa getmək. Və biz bu cümləni sadəcə mən gec yatıram olaraq da tərcümə edə bilərik. Yəni sırf yatmağa gedirəm yox, elə yatıram da deyə bilərik. Bu cümlədə isə biz go sözünə es əlavə etdik, çünki mübtədamız şəxsimiz he-dir. He, she, it olanda feilin sonrası ya da es əlavə etmək yaddan çıxmasın. Digər sözümüz qol saatı. Yazanda belə yazırıq, deyəndə isə watch və yaxud da watch olaraq tələffüz edirik. Yadınıza gəlirsə biz bu sözü feil olaraq da keçmişdik. Feil kimi tərcüməsi olurdu baxmaq. Məsələn deyirdik, mən televizora baxıram. I watch TV. Burada isə digər mənası verilib, yəni isim kimi işlətdikdə olur qol saatı. Digər sözümüz də saatdır, amma qol saatı yox, divar saatı. Yazanda belə yazırıq, deyəndə isə a clock deyirik, clock. Digər sözümüz də saat deməkdir. Yazanda belə yazılır, yəni baxın burada o-dan sonra apostrof qoyulur və bu şəkildə yazırıq. Ondan sonra deyəndə o'clock deyirik, o'clock. Tərcüməsi də saatdır, amma tam saatı demək üçün işlənir. Yəni saat 5-dir, saat 6-dır və s. demək istəyəndə bax bu o'clock sözündən istifadə edirik. Məsələn, sizdən soruşsalar saat neçədir? Cavab vermək üçün cümləni belə qururuq və bu boş qoyduğum yerdə saat neçədirsə onu deyirik. Məsələn, saat 1-dirsə deyirik it is 1 o'clock. Saat 5-dirsə deyirik it is 5 o'clock. Və biz burada it is sözünü belə ayrı-ayrı deməyə də bilərik. Bunu birləşdirib bu şəkildə yaza və it's deyə bilərsiniz. Yəni it is yox, sadəcə it's deyirik. Ondan sonra saatı. Məsələn, 5-dirsə 5 o'clock. Və gündəlik danışıqda o'clock sözünü deməyə də bilərsiniz. Yəni sadəcə it is 5 və yaxud da it's 5 deyə bilərsiniz. Və təbii ki, tam bir saatı demək üçün ən azından 12-yə qədər ingilis dilində rəqəmləri bilməliyik. Birinci yazılanlar sözün yazılışıdır. Transkripsiyada, yəni dördkünc mötərizədə olanlar isə sözlərin deyilişidir. Məsələn, bir sözü belə yazılır, one deyilir. 2, two, 3, three, 4, 4, 5, 5, 6, 6, 7, 7, 8, 8, 9, 9, 10, 10, 11, 11, 12, 12. İndi gəlin deyək saat 9-dur. 9 sözü belə yazılır, 9 deyilir. Yəni saatı yazanda biz burada hərflə yazmırıq, elə rəqəmlə yazırıq. Ona görə də bizə burada sözün deyilişi lazımdır. 9 olur, it's 9 o'clock. İndi məsələn, demək istəyirik ki, mən saat 9-da yatmağa gedirəm. Birinci deyirik, mən yatmağa gedirəm. I go to bed. Bundan sonra da saatı əlavə edirik. Amma biz bura it's 9 o'clock əlavə etmirik. Çünki bu cümlənin tərcüməsi saat 9-dur deməkdir. Mən isə burada demirəm saat 9-dur. Deyirəm ki, mən 9-da yatmağa gedirəm. Və bu saatı cümləyə əlavə etmək üçün öncə at sözündən istifadə edirik. Yəni bu bizə daha dəyişik şəkilçisini verir. Ondan sonra da saatı yazırıq. 9 o'clock. Yəni saat 9. Deməli, I go to bed at 9 o'clock olur. Mən saat 9-da yatmağa gedirəm. Burada da bunu qeyd etmişəm. Əgər cümlədə saatı qeyd etmək istəyirsinizsə, birinci at deyirik, ondan sonra rəqəmi, ondan sonra da o'clock sözünü. Və buradakı at cümlədə da də kimi tərcümə olunur. Məsələn, saat 5-də. Həmin o də olur at. Bir də ingilis dilində o'clock sözünü əvəz edən am və yaxud da pm ifadələri var. Və bu am 3 cür yazıla bilər. Yəni böyük hərflə də belə yaza bilərsiniz, kiçik hərflə belə bitişik yaza bilərsiniz, bir də bu cür nöqtələrlə. Və bunların tələffüsü olur am. Yəni A hərfinin adı əlifbada E-dir. Ona görə A-ya E deyirik. M-nın da adı M-dir. Olur am. Bəs bu am hardan alınıb, nə deməkdir? Onu da burada qeyd etmişəm. Yəni A hərfi anti sözünün ilk hərfidir. M hərfi isə meridian sözünün ilk hərfidir. Və anti-meridian ifadəsi günortadan əvvəl deməkdir.
Yəni günorta saat 12-dən əvvəl baş verən bir şeyləri demək üçün biz o'clock sözünün əvəzinə sadəcə AM deyə bilərik. Məsələn, sizdən saatı soruşurlar, səhər saat 8-dir. Yəni günortadan əvvəldir. Ona görə də biz burada o'clock sözünün əvəzinə AM deyə bilərik. Amma onu da qeyd edeyim, həm o'clock, həm də AM demək olmaz. Ya o'clock deyirsiniz, ya da AM. Bir də bu AM-in işlənməsini belə yadda saxlaya bilərsiniz. Məsələn, gecə saat 12 olur, ondan sonra ayın tarixi dəyişir. Bax, həmin yeni gün başlayandan günorta saat 12-yə qədər olan müddət AM ilə qeyd olunur. Amma 12-dən sonra, yəni günorta saat 12-dən sonra gecə saat 12-yə qədər olan müddəti isə PM-lə ifadə edirik. Burada da yenə P-M-nı böyüklə də yazmaq olar, belə bitişik də yazmaq olar, belə nöqtələrlə də. Yəni üçü də yazıla bilər. Deyilişi də PM. Yəni P hərfinin adı əlifbada P-dir, M-nınki də M olur. PM. Və bu P-M da post meridian ifadəsindən alınıb günortadan sonra deməkdir. Post sözünün P-sı, meridian sözünün də M-sı. Yəni az öncə səhər saat 8-dir deyəndə biz AM işlətdik. İndi əgər səhər yox, axşam saat 8 olsa, onda olur PM. Və bunu da eyni şəkildə o'clock sözü kimi cümlədə də işlədə bilərik. Məsələn, I go to work at 7 AM desək, burada başa düşürük ki, mən işə səhər saat 7-də gedirəm. Amma PM desəm, onda olur mən axşam saat 7-də işə gedirəm. İndi PM yox, o'clock desək, cümləmiz olur ki, mən saat 7-də işə gedirəm. Və o'clock sözü işlətdiyimiz üçün səhər saat 7 yoxsa axşam saat 7 olduğunu bilmirik. Ona görə də səhər saat 7-də demək istəyiriksə, cümləmizin sonuna in the morning əlavə edirik. Yox, əgər axşam demək istəyiriksə, onda in the evening deyirik. Və belə olan halda cümlə uzanır. Ona görə ən gözəli, əgər axşam demək istəyirsinizsə, bunun əvəzinə sadəcə PM, bunun əvəzinə isə sadəcə AM deyə bilərsiniz. Deməli biz AM desək, onda gecəni və səhəri nəzərdə tuturuq. Amma PM desək, günortanı və axşamı. İndi də gəlin saat tamamı yox, yarısını deyək. Məsələn, demək istəyirik ki, saat 2-nin yarısıdır. Olur. It's 1:30. Bəli, 2 yox, 1 deyirik. Gəlin indi izah edim niyə. Belə ki, burada gördüyünüz bu söz yarısı deməkdir. Yəni belə yazılır, half deyilir. Və bu həm də saatda 30 dəqiqə deməkdir. Past sözü isə belə yazılır, past olaraq tələffüz olunur. Yəni A səsini biraz uzadırıq. Və bu söz keçib deməkdir. Deməli burada deyilir ki, 30 dəqiqə keçib. İndi saat 2-nin yarısı olmaq üçün 30 dəqiqə nədən keçib? Əlbəttə ki, 1-dən. Yəni 1-dən 30 dəqiqə keçdiyi üçün saat 2-nin yarısı oldu. Ona görə də biz burada artıq 2 demirik. Çünki biz burada 2 desək, onda olur 2-dən 30 dəqiqə keçib. Bu da artıq 2-nin yarısı yox, 3-ün yarısı olur. Deməli, qısacası, əgər 2-nin yarısı deyiriksə, burada 1 deməliyik. 3-ün yarısı deyiriksə, 2 deməliyik. 5-in yarısı desək, 4 deməliyik. Yəni, Azərbaycan dilində neçə desək, ingilis dilində ondan 1 saat geri deyirik. İndi məsələn, demək istəyirəm ki, mən 9-un yarısı oyanıram. Yenə birinci deyirik, mən oyanıram. I wake up, ondan sonra da 9-un yarısı. Amma indi bunu cümləyə əlavə etmədən, gəlin birinci sadəcə deyək ki, saat 9-un yarısıdır. O da olur, it's 8:30. Baxın, 9 yox, 8. Çünki 8-dən 30 dəqiqə keçib və olub 9-un yarısı. İndi biz bu vaxtı cümləyə əlavə etmək üçün yenə də at sözünündən istifadə edirik. Ondan sonra da deyirik 8:30. Yəni bu vaxtı cümləyə əlavə edəndə orada it's işlətmirik. At, sonra 8:30 deyirik. Ondan sonra da saatı. Biz də burada 9-un yarısı dediyimiz üçün burada 8 deyirik. Deməli, mən 9-un yarısı oyanıram cümləsi olur. I wake up at 8:30. İndi gəlin deyək, o axşam saat 10-un yarısı işə gedir. Bu cümləni tərcümə edəndə birinci o gedir deyirik. He goes. Ondan sonra işə, to work. Ondan sonra saat 10-un yarısı at 9:30. Baxın cümləyə saat əlavə edirik deyə at söz önündən istifadə etdik. Ondan sonra da onun yarısı deyildiyinə görə 9 yazdıq. Və burada bir dənə qaldı axşam sözü. Onu da cümləyə əlavə edəndə
olurdu in the evening. Yəni axşam sözü evening idi. Onu da cümləyə əlavə edəndə qarşısında in the işlədirdik. Yəni təkcə evening yazmaq olmaz. Olur in the evening. İndi deyəcəksiniz ki, bəs bizim öyrəndiyimiz AM və yaxud da PM hara getdi? Niyə onları bu cümlədə istifadə etmədik? Belə ki, biz cümlədə at half past demişiksə, onda sonra bunları işlətmirik. Axşamdırsa artıq PM yox, in the evening, səhərdirsə AM yox, in the morning deyirik. Amma o demək deyil ki, mən yarısı deyəndə bunları işlədə bilmərəm. İşlədə bilərik, amma saatı artıq belə yox, belə qeyd etməliyik. Bilirəm, indi gülürsüz, deyirsiniz eyni şeydir. Amma eyni şey deyil. Belə ki, biz burada görürsüz, yarısını deyəndə half past sözündən istifadə etdik. Amma belə bir saatı deyəndə biz burada sadəcə 9:30 deyirik. Yəni 9:30 və saatı belə dedikdə onda PM və yaxud da AM işlədə bilərik. İndi bizim cümləmizdə axşam deyildiyinə görə biz burada PM istifadə edirik. Deməli, bu cümləni biz iki cür tərcümə edə bilərik. 1. He goes to work at 9:30 in the evening və yaxud da he goes to work at 9:30 p.m. Və bura qədər artıq biz həm saatı tam, həm də yarısını deyə bildiyimizə görə gəlin saat neçədir sualını da öyrənək. Əgər soruşmaq istəyiriksə saat neçədir, deyirik what time is it və yaxud da what time is it. Deməli, bu sözü həm what, həm what olaraq tələffüz edirik. Bu time, bu is, bu da it. Burada gördüyümüz sözlərdən time sözünü keçmişdik. Bilirik ki, vaxt deməkdir. It, o deməkdir. Yəni, burada bilmədiyimiz iki dənə söz qalır. Bu söz, yəni what və yaxud da what olaraq tələffüz etdiyimiz söz nə deməkdir? Bu isə is olaraq tələffüz olunurdu. Tərcüməsi isə dır, dir, dur, dür şəkilçisidir. Bugünlük dərsimiz bu qədər. Bu gördükləriniz bizim ev tapşırığımızdır. Yenə birinci tapşırıqda cümlələri tərcümə edirik. İkinci tapşırıqda verilmiş sözlərdən cümlə qururuq. Üçüncü tapşırıqda isə boş yerlərə uyğun gələn söz önlərini yazırıq. Amma bununla dərsimiz bitmir, çünki hələ 5-ci dərsin ev tapşırıqlarını yoxlamalıyıq. Birinci tapşırıqda cümlələri tərcümə etməliydik. Birinci cümləmiz, mən Türkiyədə yaşamaq istəyirəm. Olur, I want to live in Turkey. İkinci cümlə, o dənizdə üzmək istəyir, qadın cinsində. She wants to swim in the sea. Üçüncü cümlə, biz günortalar qəhvə içirik. We drink coffee in the afternoons. Və yaxud da in the afternoons we drink coffee. Yəni sizin necə yazacağınızı bilmədiyim üçün in the afternoon sözünü həm cümlənin sonunda, həm də əvvəlində işlətdim. Hansı birini yazmısınızsa deməli düzdür. Dördüncü cümləmiz, onlar hər axşam hovuzda üzürlər. Olur, they swim in the pool every evening. Və yaxud da every evening they swim in the pool. Burada da iki cür yazdım, çünki every evening sözü həm də cümlənin əvvəlində işlənə bilər. Beşinci cümlə, sən türk dili öyrənirsən. Olur, you learn Turkish. Altıncı cümlə, o dəniz kənarında yaşayır. Kişi cinsində. Olur, he lives by the sea. Yeddinci cümlə, siz səhər su içirsiniz. Olur, you drink water in the morning və yaxud da in the morning you drink water. İkinci tapşırıq, biz burada verilən sözlərdən cümlə qurmalıydıq. Məsələn, birinci cümləmiz olmalıydı, he wants to travel to Turkey. İkinci cümləmiz olmalıydı, I want to speak Turkish. Üçüncü cümlə, she drinks water in the afternoon və yaxud da in the afternoon she drinks water. Dördüncü cümlə, we drink tea at midnight və yaxud da at midnight we drink tea. Beşinci cümlə, you swim in the pool at noon və yaxud da at noon you swim in the pool. Və gəldik sonuncu tapşırığımıza. Burada boş yerlərə söz önləri yazmalıydıq. Birinci cümləmizdə bu boşluqda to, burada isə in yazmalıydıq. Yəni cümləmiz olmalıydı, I want to swim in the sea. İkinci cümlənin boşluğunda heç nə yazmalı deyildik, yəni orada heç bir söz önü işlənmir. Olur, he learns Turkish. Üçüncü cümləmizdə yenə bu boşluqda heç nə yazmırıq, yəni everydən əvvəl heç bir söz önü işlənmir. Olur, you read a book every night. Dördüncü cümlədə isə bu boşluqda biz by sözünü işlətməliydik. Yəni çapda səhv getmişdi, by olur. Yəni dəniz kənarında. Çünki in yazsaq olur dənizdə. By yazsaq olur dəniz kənarında. Ona görə cümləmiz olur, they live by the sea every summer.
Sonra 5-ci cümlə bu boşluqda in yazmalıydıq. Yəni cümləmiz olur she drinks coffee in the evening. 6-cı cümlə. İlk boşluqda in, digər boşluqda isə at olur. Yəni we swim in the pool at noon. Və sonuncu cümləmiz, burada birinci boşluqda heç nə yazmırıq, çünki evə gedirəm deyəndə sadəcə go home olur. Avtobusla desək by bus, axşam da in the evenings, daha doğrusu axşamlar olur in the evenings. Bugünlük dərsimizdə bu qədər. Sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.